Uşaqlar, bir də keçirik 20-ci əsrin əvvəlində Azərbaycan mədəniyyəti. Ümumiyyətlə bilirsiniz, mədəniyyətdə nə olacaq? Məktəblər, təhsil haqqında əsasnamələr, incəsənət, elm adamları və s. İndi, Azərbaycan mədəniyyəti dedik, ilk olaraq təhsildən başlayaq. Ən məşhur hadisə bu dövr üçün Tağıyevin Qızlar Məktəbi açılmasıdır. Bu Qızlar Məktəbi Rus-Azərbaycan məktəbi idi. 1898-1900-cü illərdə Qaslovskinin layihəsi əsasında tikilmişdir və 1901-ci ildə fəaliyyətə başlamışdır. Tağıyevin Qızlar Məktəbinin, Müsəlman Məktəbinin ilk müdiri olmuşdur Hənifə xanım Zərdabi. Yəni ki, Həsən bəy Zərdabinin həyat yoldaşı. İlk müdiri olmuşdur. Tağıyevin Qız Məktəbindən başqa pansion tipli məktəb idi ki, orada qalırdılar, yaşayırdılar, ölürdülər, dərslər keçirdilər və s. Bu dövrdə Azərbaycanda artıq müəllim təbəqəsi meydana gəlmişdi. Qori müəllimlər seminariyasında və digər ərazilərdə oxuyan müəllimlər 1906-cı ildə yığışaraq birinci müəllimlər qurultayını keçirmişlər. Bunu mən testlərdə həddən artıq çox görürəm, çox düşür, mütləq yadda saxlayın. Buna oxşar bir şey var. Dünya Azərbaycanların birinci qurultayı, ikinci qurultayı, üçüncü qurultayı, onda 21-ci əsr tarixini keçirir. Deməli, ilk müəllimlər qurultayında nə qərar alınır? Təbii ki, təhsilin səviyyəsinin artırılması, təhsilin davamlı olması, ana dilində təhsilə keçirilməsi, ana dilli məktəblərin sayının çoxaldılması və s. bu tipdə qərarlar qəbul edilmişdir. Sonra 1912-ci il məktəb əsasnaməsi. Uşaqlar, yadınızdadır təhsil əsasnamələri. 1829-cu il Qəza məktəbləri haqqında əsasnamə, 72-ci ildə həmin Qəza məktəbləri 6 illik şəhər məktəblərinə çevrildi. 74-də kənd uşaqları üçün kənd məktəbləri yaradıldı. 76 Qori müəllimlər seminariyası açıldı. Və həmin əsasnamənin davamı olaraq bir də 1912-ci ildə məktəb əsasnaməsi. Burada deyir ki, Apollo şəhər məktəbi deyilir, həmin şəhər məktəblərinin yerində yeni məktəblər açılsın. Həmin şəhər məktəbləri ləğv olunur və yeni tipli məktəblər açılır 1912-ci il əsasnaməsinə görə. Bundan başqa məktəblər dedik, müxtəlif tip məktəblər var idi. 1905-1907-ci illərdə qəzet və jurnallar fəaliyyət göstərmişdir. Ümumiyyətlə 20-ci əsrin əvvəllərində. 5-7-ci illər Rus burjua inqilabı dövründə fəaliyyət göstərənlər Həyat, İrşad qəzetləri, Füyuzat, İşıq, Molla Nəsrəddin jurnalları. Baxın, yenə deyirəm ha, bunların fərqi 5-7-ci illər burjua inqilabı dövründə fəaliyyət göstərənlər. Həyatla İrşad qəzetləri, İrşad bilirsiniz, hansı partiyalı difai. Füyuzat, İşıq və Molla Nəsrəddin jurnalları fəaliyyət göstərmişdir. Bundan başqa, Şərqi Rus qəzeti İlk dəfə Şərqi Rus qəzeti Azərbaycan jurnalistikasının əsasını qoyan qəzet. Azərbaycan jurnalistikasının Şərqi Rus qəzeti idi. Molla Nəsrəddin haqqında deyək ki, Mirzə Cəlil tərəfindən nəşr edilirdi, Tiflisdə, daha sonra Bakıda və hətta Təbrizdə nəşr edilmişdir. Uzun illər bu jurnal fəaliyyət göstərirdi. Əsasən satirik formalı yazılarla, məqalələrlə insanların beynini açmağa çalışırdı. Bundan başqa Kaspi qəzeti var idi. Kaspi qəzeti Tağıyevin birbaşa maliyyə vəsaiti hesabına yaradılmış qəzet idi. Kaspi qəzeti haqqında sonralar bir şey də var. 1918-ci il Azərbaycanda Mars soyqırımı zamanı həmin Kaspi qəzetinin redaksiya binası dağıdılmışdı, toplantı işləri ilə dağıdılmışdı. Və Kaspi qəzetindən başqa 1915-ci ildə Rəsulzadə tərəfindən Açıq Söz qəzeti nəşr etdirilməyə başlanmışdır. Qəzet və jurnallarımız bu qədərdir. 5-7-ci il inqilab dövrü ilk dəfə jurnalistikamızın əsası qoyulmuşdur. Şərqi Rus qəzeti ilə Kaspi, Açıq Söz qəzeti, bunları da bildik. Sonra film sahəsində, nəhayət ki, Azərbaycanda da ilk dəfə film çəkilmiş və bu film ekranlara çıxmışdır. 1916-cı ildə Neft və Milyonlar Səltənətində adlı filmimiz nümayiş edilmişdir. Testlərə bu da çox düşür. Bundan başqa, dövrün ilkləri var. İlk Azərbaycanlı nə deyirlər, aktyor, kişi aktyor Hüseyin Ərəblinski olmuşdur. İlk qadın isə Gövhər
Qaziyeva, Azərbaycanlı aktrisa olmuşdu. Ərəbinski ilk dəfə hansı rol oynamışdı sizcə? Ay, sağ olsun. Məcnun rolunu oynamışdı ilk dəfə. Leyli rolunu da qadın kişi oynayıb həmin. Ama o hiç bilmiyorum. Ərəbinski Leyli rolunu oynayıb Məcnun rolunu. Nə qızı rol? Leyli rolunu. Şövkət Məmmədova da ilk nə idi ilk? Xanəndə idi, bəstəkar idi, müğənni idi. Sonra 1908-ci ildə Azərbaycan tarixində Leyli və Məcnun operası tamaşaya qoyulmuşdu. Leyli və Məcnun operası. Kim idi Leyli və Məcnun? Üzeyir Hacıbəyov. Opera kimi Üzeyir Hacıbəyov. Azərbaycan tarixində ilk opera 1908-ci ildə Leyli və Məcnun operasıdır. Sən dediyin Leyli və Məcnun nə idi də? Nə olur? Poeması. Ama poeması başlayacaq. Opera. Fərqli şeylər. Operada hündürdən oxuyaraq, ucadan oxuyaraq rol eləyirlər. Amma mahnı şəklində, hər şey mahnı şəklində oxunur. Qısacası. 1909-cu ildə isə Şah İsmail operası tamaşaya qoyulmuşdur. Bu da bizim qızıl fonda daxil olan tamaşalarımızdan biridir. Sonra memarlar var idi bu dövr. Memar nədir o? Memar deyil, bunlar rəssamlardır. Rəssamlar. Bəhruz Kəngərli, Əzim Əzimzadə, Azərbaycan tarixinin 20-ci əsrin əvvəli ən məşhur rəssamlarıdır ki, Molla Nəsrəddin jurnalında da onların müxtəlif çəkdiyi satirik rəsmlər nümayiş edilmişdir. Cənubi Azərbaycanla bağlı bir şey deyək ki, ilk teatr tamaşası, çox önəmlidir, testlərə çox düşür. 1909-cu ildə ilk teatr tamaşası göstərilmişdir. Amma 1916-cı ildə ilk teatr binası tikilmişdir. Baxın fərqlə. Azərbaycanda ilk teatr tamaşası nə vaxt idi, Şimali Azərbaycanda? 10 il fərqlə idi o da. 1873-də ilk teatr tamaşası, 83-də isə ilk teatr binası. Burada da yenə də fərqlə, 9-da və 16-da baş verilmişdir. Belə, vaxtımız azdır deyə bəzi şeylər deməmiş ola bilərəm. Özünüz kitabda fikir verərsiniz.